Bütün bu qürub yaradılan, könül atan gözəl işlərin içərisində vaxtilə Respublikamızın subtropik bölgəsinə şan şöhrət gətirən çayçılığın Masallıda vəziyyətindən söz açmaq istərdik. Vaxtilə gecə-gündüz çalışan çay fabrikində. Uzun müddət işsiz qalan çay fabriki bacarıqlı əllərlə təmir olunub, işlək hala gətirilib indi. Kökünə balta çalınan çay plantasiyalarına həyata qaytarılan sahələr də var. Ölkə başçısının regionların inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrə Masallıda çox ciddi baxılır və əməl olunur. Bu böyük işlərin həyata keçirilməsi üçün böyük güc, texnika, vəsait lazımdır. Amma düşünəndə ki, axı bütün bunlar var idi vaxtı ilə. Niyə dağıdıldı? ildə 3300 hektar Masallıda çay sahəsi vardı. Orada 11.000 tona qədər yaşıl yarpaq yığılırdı. Bu da onda manatın dollara nisbəti ilə götürəndə deməli 12 milyon dollar pul eləyirdi vaxtı ilə və 18.000 adam işlə təmin olunmuşdu. Amma o dövrdə biz çay yığanda onun satışına bizə icazə vermirdilər. Biz çayı emal edib Bakı çay çəkici fabrikinə göndərməliydik ki, onlar satsınlar və bizim pulları versinlər. Belə oldu ki, 90-cı ildən 93-cü ilə qədər deməli bizim göndərdiyimizin çayın pulları geri qayıtmadı. Deməli o dövrlərdə də siz öz bilirsiniz ki, qarışıqlı düşdü, deməli müstəqilliyi təzə qazandıq və naxşı rəhbərlər tərəfindən də deməli bilmirdilər nətər idarə etsinlər. Onlar iş bacarmadılar, onlara tapşırıq verə bilmədilər, bizim pullarımızı vermədilər. 3 il cəmaət pul almayandan sonra başladılar çayı sürməyə, ya buğda əkək, buğda bir illik bitkidir, biz buğda götürərək çörəyimiz olsun. Bizim torpaqlarda da buğda olmur. 15 sentinirdən artıq olmur, o da bir dəfə. Sonra 6-7 sentinirə inir. Tropik bölgədə öyle geldi ki? Ona görə deməli bizə 95-ci ildə icazə verildi çayı satmağa. Bu zonada 2-3 dənə fabrikdə, deməli o cümlədən biri də mən çayı qablaşdırmağa başladıq. Siz yəni orada oldunuz, gördünüz. Və heyfslənirsən ki, fabrik yer boş qalıb. Yəni bugün istehsal? Biz gecikdik, çay kolları məhv oldu. Biz öz gücümüz hesabına deməli 60 hektara qədər torpaq çay sahəsi saxlamışıq Masallı rayonunda. Deməli o da elə bir ki çay fabrikinin 2-3 günlük istehsal gücüdür. Deməli bizim çay fabrikimiz 3000 ton çay emal edir ildə. Amma bu 60, burada 300 ton da, deməli 300-500 ton çay olur. Düzdür, bugünkü gündə deməli Respublika rəhbərimiz tərəfindən elə bir siyasət aparılıb ki, deməli xarici iş adamları rayonlara gəlirlər. Bugünkü gündə mən deməli Hindistan iş adamlarıyla iş qurmuşam. Amma onlar çaya investisiya qoymaq istəmirlər. Çünki çaya investisiya qoyanda gərək 7 il gözləsinlər. 7 ildən sonra, 7 ilə 10 ilə görəcəklər. Onlar ona investisiya qoymurlar. Düzdür, bugünkü gündə biz işləyirik. Bu yaxınlarda Bakıda hörmətli prezidentimiz tərəfindən rayonların sosial-iqtisadi inkişafı dövlət proqramını bir illiyinə həsr olunmuş toplantıda mən özüm də iştirak eləmişəm, toplantıda. Deməli, orada bir daha əmin olduq ki, hörmətli prezidentimiz iş adamlarını dəstəkləyir. Amma bu çayın əkilməsinə hökumət dövlət tərəfindən köməkli olunmalıdır. 5 ildən sonra başlanır burada çay yığılmağa. 7 ildən sonra isə tam məhsuldar kollara çevrilir. Və bu 7 ildən sonra hər il bunun məhsulu yüksək gəlir gətirir də. Çay çox illik bitkidir. Yüzillərlə məsələn davam edə bilər. Bəli, çay 100 il ömrü var. 100 ildən sonra bunu ağır budama eləyirsən yenə 100 il ömrü olur. 200 il ömrü olan deməli çay bitkisidir və ən yüksək mənfəət verən bitkidir. Çay əkəndə də ən azı gərək 100 hektar çay əkəsən. Yəni orada bir rentabellik yaransın və sən sonraki dövrlərdə sən özün öz hesabına deməli çayın əkinini inkişaf etdirə biləsən. Yoxlamalara görə bizim çay tərkibinə görə ən yüksək keyfiyyətli o mənada ki, yəni daha çox müalicə və əhəmiyyət daşıyan. Bilirsiniz nətərdir? Sadəcə çayları içirik. Onlar bilmirik necə dolur, necə gəlir, nələr var tərkibində. Mən bir həqiqəti sizə deyə bilərəm ki,
Bugünkü gündə xaricdən çay gətirən yoldaşlarla mənim öz əlaqəm də var. Onlar bizim çayları içirlər, gətirənlər. Şəxsən indi mən danışıram, o adam özü eşidəcək bunu. Özü çay gətirir və mənə zəng edir ki, mən üçün çay göndər. Mən kisə ilə onun üçün də qablaşdırmıram, kisə ilə onun üçün çay göndərirəm. O isə xaricdən çay gətirir, bizə verir. Biz bu zonada çayı dirçətsək, elə bir ki, Azərbaycan xalqına xidmət edirik. Demək, sağlamlığına xidmət edirik. Təəssüfkeş yurdsevərlərimiz, indi bu çay plantasiyalarına biz necə həsrətlə baxırıqsa, Qızıl Fondumuzun toxunulmaz rəflərində əzizləyib sizlərə necə təqdim ediriksə, orada da, Masallıda beləcə arzuluyurlar çayın şan şöhrətli vaxtlarını. O həm iş yeri insanlar üçün, həm göz işlədikcə könlünə, gözünə ləzzət verən, zövq verən gözəllik, var bərəkət süfrələrimizin bəzəyi. İndi qaçaq salmışıq özümüzdən. Deyirik gərək xarici çay olsun stolumuzun üstündə. Öz doğma torpağımızın getirdiyi bara, bəhərənə gəlir. Tamaşa elədiniz bu çay bağlamaları, mütəxəssislərin tərkibini çox yüksək qiymətləndirdiyi yerli istehsaldır. Bunlara bioçay deyilir, yəni həyat verən, yaşadan çay. Bio həyat deməkdir. Yaşadan çayımızı qapıda diqqətsiz, baxımsız qoyub, uzaq yerin zurna balavanı xoş gələr timsalında gözləyirik ki, Şri Lankadan, Hindistandan, nə bilim Hayandan od qiymətinə çayımız və yaxud digər gərəkli nəsnələrimiz gələcək. Alimlər də sübut edib, elmlə də, müqəddəs kitablarla da sübut olunub ki, insan harda doğulur, dünyaya gəlir, yaşayırsa, o mühitə uyğun yeməyi, içməyi, yaşam tərzi ilə ulu təbiət özü təmin edir onu. Yaratdığını yiyəsiz, sahibsiz qoymur ulu yaradan. Yerin, göyün, cümlə varlığın ilahi qanunudur bu. Pozulanda fəlakət baş verir. Ekoloji faciə. Buna da çox səbəblər var ki, elə bir xeylisinə özümüz şərait yaradırıq.